Xankəndi şəhərində yeni məktəbdə təhsil almaqdan çox məmnunam. Biz şəhidlərimizin və qazilərimizin sayəsində buradayıq. Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici bir hissdir. Bu sözləri Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Babazadə deyib. Məktəbdə istedadı, nizam intizamı oxumağı ilə fərqlənən Nərgiz ən çox xarici dil və humanitar fənlərə marağı olduğunu bildirir. Rəsm müsabiqəsində iştirak eləmişəm 5-ci sinif olanda. Yəni orada qida təhlükəsizliyi barədə rəsm çəkmişdim və orada qalib olmuşdum və o üzrə sertifikat almışam. Piano çalmaqla məşğul oluram və musiqi məktəbinin 4-cü sinif şagirdiyəm. Əvvəl Zəngilan rayon Mehdivan qəsəbə uşaq musiqi məktəbində təhsil alırdım. İndi isə Füzulidə Yağlıvənd kənd adına Kurmanqazi filialının musiqi məktəbində təhsil alıram. Ən çox humanitar fənlərdə maraqlıyam. Xarici dil və humanitar fənlər. Yəni Azərbaycan dili, ədəbiyyat, coğrafiya, tarix, ingilis dili. Nərgiz Babazadə təkcə dərslərini yaxşı oxumaqla kifayətlənmir. O məktəbin ictimai işlərində də iştirak edir, musiqi və rəsm sahəsində istedadı ilə seçilir. Boş vaxtlarımda bir çox hobbilərim var. Şahmat oynamağı sevirəm, piano fayləməyi, şəkil çəkməyi və kitab oxumağı. Bədii kitabları, məsəl üçün ingiliscə deyə bilərəm ki, məsələn, Jane Eyre kitabını deyə bilərəm, ən sevdiyim kitabdır. Bir də ki, Oliver Twist əsərini deyə bilərəm. Nərgiz deyir ki, onu dostları və valideynləri motivasiya edir. Hələ ki ixtisasını seçməyib, amma xaricdə təhsil almağı planlaşdırır.